Əyləşin, əyləşin. Uşaqlar, heç bilirsiniz nə olub? Elə bir hadisə baş verib ki, mən onun əhəmiyyətini layiqincə qiymətləndirməyə söz tapmıram. Bugün bizim hamımızın ən xoşbaxt günüdür. Böyük tarixi gündür. Stalingradda Almanları darmadağın eləyiblər. Gözünüz aydın, ura! Uşaqlar, mən gedim direktordan xahiş edeyim, sizi dərsdən azad eləsinlər. Axı bugün böyük bayramdır. Silin onu. Atovuz istəyir ki, hamımız acından köpüb öləsiz. Geç, tez arzusuna çatar. Bu nədir? Ona deyərlər hədiyyə. Bugün sənin günündür, anadan olmuşsan. Nədir bu? Vay, necə qəşəngdir, ay Allah. Neçə vaxt sabun üzünə həsrət qalmışdım, hardan tapmışsan? Özüm düzəltmişəm. İyi xoşuma gəlir. Həmin o duxunun iyi düvəyə müharibədən qabaq almışdım sənin üçün, yadındadır. Sən də götürüb tolladın ki, apteklərdə doludur. Gördün, indi lazım oldu. Dayan, toxu heç, sən də görün bu sabunu necə düzəltmişsin? Fikirləşirdim ki, sənə nə başdı. Birdən ağlıma gəldi. Sabunu düzəltməyə nə var ki, boş şeydir. Biraz kaustik soda lazımdır, biraz əlif, biraz da ondan bundan bəs salam sabun oldu hazır. Mənim əlimdə su içmək kimi şeydir bu. Dayan, haraya yesən? Bu saat gəlirəm. Sənə nə var Dünyadan xəbəri yoxdur balas. Bugün biz bəlkə də müharibədə qalib gəlmişik. Salam əleykum. Xavər xala, bizim cücəmiz sizə gəlməyib ki. Yox oğlum. Cücəmin biri də itdiyə. O nədir? Sabun. Həmin sabundur ki, mənim ərim düzəldir. Sizin atovuz dünyada ən ağıllı adamdır, alimlərin alimidir. Akşam da sizə yumurta paraşokundan qayğanaq pişirəcək. Bizim cücəmiz sizə gəlməyib. Yox, sənin cücəvi görməmiş. Dayan. Alın. Çox sağ ol. Bunu tutuyorum, tez ol! Ruşun var ha! Mənə bax, yeri mıxını sat Ben onu hardan tapım indi? Əşi, burada şimdi olan yer çalır! Dipçi var ha, hamam sesi, Ruşun! Bunu ötür o yana! Mənə bax, mənə biraz əlif lazımdır. Biraz da kalsiyum soda, bir de... Şov qəriblərin adı yadımdan çıxdı. Ala, burada hamısı yazılıb. Eris var ha, lavrovli. Bunların neyini istən? Sabun pişireceğiz. Sevili, iki qəli bu safından mənə versin, nə savab iş görərdi? Kim pişirecek? Bir nefer var, o söz, amma elə razı deyil. Bizden razı olmadı. Olar, onun elə arvadı var ki, yumuşaldar onu. Yok deyirəm, bizden razı Yaxşı da olmadı. uzatmadan ne deyirəm qulağa. Lavrovlis var ha, Doğrudan ha. Razı olsaydı. Onda gəldir ki. Yaxşı da tez ol, gel. Gel. Sevili, gələn var, tez elə, əkil, tez elə görüm ha. Götür. Dahi bu həşəratlardan qorxmursan ki? Yox, daha qorxmuram. Lan balığı. Ha, her şey hazırdır, başlamaq olar. Hələ pişirmək istəmir. İstəmir? Sındıralım ben onu.
Sındırırım. Qızıl içində üzəcəksən. Hər gün uşaqlar ət yeyəcək. Ət nədir? Tavuk çığırtması. Sizcan, canım sənəsi qoğlum oğlu. Bu zamanda sabun milyon deməkdir. Sən onu bir təhər başa sal, qalanı mənim boynuma. İndi hələlik uşağın birini apargınla, birini də sonra gəlib apararsan. Mən evimdə belə şeylər saxlaya bilmərəm. İş şahid axtarı bilsələr, 50 ayaqlı gedərəm. Hı? Axşamınız xeyir. Axşamınız xeyir. Bir xəbər var. Dünən məktub almışıq. Yazır ki, sağ-salamatam. Heç nə göndərməyin. Üstəlik pul da göndərib bizə. Deyir, orada cəhbədə xərcləməyə yer yoxdur. Az qalın, az qalın. Hər şey yaxşı olacaq. Əsgərlərimizin hamısı qələbəli evlərinə qayıdacaqlar. Yaxşı adamsınız. Sizinlə danışandan sonra adamın ürəyi elə rahat olur ki. Namikə görə də minnətdaram sizə. Adam eləmsiz Yox, onu. yox, mən sizə təcrübəli bir pedaqoq kimi deyirəm. Mən buna heç cür təsirin filanım olmayıb. Məsələ bundadır ki, indi hər kəs öz məsuliyyətini anlayır. Başa düşür ki, o da dövlətin, Sağ cəmiyyətin... olun. Gecikirəm, bugün ikinci növbədəyəm. Bu nədir belə? Sabun pişirmək üçün lazım olan şeylərdir. Tapmışım hamısını. Mən sabun pişirməyə fikrində deyiləm. Bəs nəyin fikrindəsən sən? Onun fikrindəsən ki, gözün görə balaları acından öldürəsən? Qulaq as mənə, sən başa düşmürsən axı. Sən başa düşmürsən ki, bu saat bütün dünya aclıq keçirir. Azından yarım milyard uşaq acdır. Hamının vəziyyəti ağırdır. Axı nəyə görə sənin uşaqların o birilərindən yaxşı yaşamalıdırlar, hə? Özü də cinayətlə qazanılmış pul hesabına. Yarım milyard olmur, olsun nə bilim nə qədər. Mənim nə işim var? Mən istəyirəm ki, mənim balalarım sağ qalsın. Heç nə olmaz sənin balalar var. Amma böyüyəndə bilsələr ki, onların atası fırıldaqçı olub, utandıqlarından yerə girəcəklər. Amma mən də görsəm ki, onlar da böyüyüb ataları kimi acılacaq, onda da mən girəcəm yerə. Uşağa çörək lazımdır, başa düşürsən? Mən müəllimlik eləyirəm. Səngər qazıram. Gecələr yatmıram. Hamısını da ona görə eləyirəm ki, məni cəbhəyə aparmasalar da, xalqa, dövlətə bir xeyrim dəysin. Yatanda da bunu düşünürəm. Of, necə bağrıma basardım onu, necə basardım? Kimi? Həmin o tankı ki, səni basıcıydı. Seyf, mənə deyən lazım idi. Ay axmaq, niyə qoymadın aparsınlar bunu fronta? Mən sabun pişirməyəcəm.